Salam, hər vaxtınız xeyir. Yerin daxili quruluşu, yer qabığını təşkil edən suxur və minerallar mövzusunda testlərin izahına baxırıq. Birinci sual biraz konseptual xarakter daşıyır. Bizdən soruşur ki, maqmatik suxurlar yaranırlar. Maqmatik suxurlar maqmanın yer qabığında və yer səthindən soyulması nəticəsində yaranırlar. Burada cavabımız A variantıdır. Digər variantlar ümumiyyətlə məna olaraq heç bir uyğunluq yoxdur. Heç oxumağa da dəyməz. İkinci variantda deyir, ikinci sualda deyir ki, suxurların nisbi yaşı necə müəyyən edilir? Suxurların nisbi yaşına bir də mütləq yaşını müəyyən etmək olur. Nisbi yaş suxurların yatım ardıcılığına görə müəyyən olunurdu. Yatım ardıcılığına görə müəyyən olunduqda daha yuxarıdakı suxurlar daha cavan, daha aşağıdakı suxurlar isə daha qoca yaşlı suxur kimi qeyd olunurdu. Buna uyğun olan cavabımız da 2-də C variantıdır. Mütləq yaşla bağlı danışsaq, mütləq yaşda da tərkibindəki radioaktiv elementlərin parçalanmasına əsasən götürülürdü ki, nə qədər yaşı var daha doğrusu suxurların. Keçək üçüncü suala. Bununla bağlı biraz qeyd aparmışam. Kars proseslərinin intensiv inkişaf etdiyi suxurlar. Kars prosesləri adətən əhəng daşı, dolomit, təbaşir, gips və daş duz suxurları olan ərazilərdə inkişaf edir. Bunun nəticəsində kars prosesləri olandan sonra mağaralar, yeraltı mağaralar yaranır. Yəni kars mağarası da deyirik buna. İndi buna uyğun bu yazdığımız suxurlar görək hansı variantda var, hansında yoxdur. Məsəl üçün burada qranit körlüyür. Daha həm bazalt, həm qum uyğun gəlmir. Daş kömürdür, qumdur, travertindir, kars uyğun gəlmir. Ən uyğun gələn variant əhəng daşı və gipsdir. Görürük ki, burada əhəng daşı da var, gips də var. Sonra maqmatizm. Maqmatizm maqmanın yer səthinə doğru hərəkəti ilə baş verən proseslərin cəmidir. Ola bilər maqma, yəni E variantına deyildiyi kimi, yerin daxilində soyub metallara üzləşsin. Bu zaman intruziv suxurlar yaranır. Bir də ola bilər ki, maqma yer səthinə çıxsın və orada soyusun. Bu iki prosesin cəmi, yəni bu proseslərin cəmi yer səthinə hərəkəti nəticəsində baş verir. Yəni bu hərəkət baş verə də bilər, baş verməyə də bilər. Ona görə də cavabımız A variantıdır. Digərləri ümumiyyətlə məna cəhətdən heç bir uyğunluq təşkil etmir. Daha çox zəlzələ ilə bağlı şeylərdir bunlar. Sonra qeyri-üzvü çökmə suxurlara aiddir. Biz bilirik ki, çökmə suxurları iki cür olur. Üzvü və qeyri-üzvü. Qeyri-üzvü çökmə suxurlar özü iki yerə bölünürdü. Kimyəvi və qırıntı. Biz burada bunları xırdalamaqdansa üzvü çökmə suxurları çıxdaş eləsək rahatlıqla cavabımız tapa bilərik. Üzvü çökmə suxurlarda yanan çökmə suxurlardır. Yəni biraz da yanacaq kimi onlar istifadə olunur. Məsəl üçün torfdur burada. Sonra qonur kömürdür. Bunları çıxdaş edək. Neftdir, çıxdaş edirik. Sonra C variantı ilə bir şey tapa bilməliyik çıxdaş eləməyə. B-də torfdur yenidən. A-da daş kömürdür. Bunları çıxdaş etdikdə görürük ki, C variantı uyğun gəlir. Həm də qırıntı tiplidir bunlar. Qum, çay daşı, gil, çınqıl və s. 6-cı sual biraz bizdən iki şeyi birləşdirməyimizi istəyir. 6-cı sualda çökmə mənşəli faydalı qazıntıları tapmağımızı istəyir. İlk öncə faydalı qazıntı olduğuna əmin olmalıyıq, həmçinin onun çökmə mənşəli olduğuna əmin olmalıyıq. Məsəl üçün, dəmir filizi çökmə mənşəli maqmatikdir. Buna görə bunu çıxırıq. Sonra metal filizləri maqmatikdir, bunu da çıxırıq. Alunit də maqmatikdir, dəmir də maqmatikdir, mis də. Burada neft çökmə mənşəlidir, üzvüdür, həm də əhəng daşıdır, fosforitdir. Bunlar kimyəvidir, çökmə olaraq. Kimyəvidir, çökmənin qeyri-üzvü və kimyəvi növünə aiddirlər. Ümumilikdə isə B variantı uyğun gəlir. 7-yə baxırıq. Faydalı qazıntı yataqlarının yerləşməsi asılıdır. Faydalı qazıntı yataqları ərazinin iqlim şəraiti ilə heç bir əlaqəsi yoxdur. Suxurların qalınlığından heç bir əlaqəsi yoxdur. Ərazinin mənimsənmə dərəcəsindən heç bir əlaqəsi yoxdur. Ərazinin seismiklik dərəcəsindən bir əlaqəsi yoxdur. Yalnız və yalnız ərazinin geoloji quruluşu ilə əlaqədardır.
8-ci sualda deyilir ki, çökmə, maqmatik və metamorfik mənşəli suxurların ardıcıl verildiyi sıranı müəyyən edin. İlk öncə çökməyə aid olmalıdır. Baxırıq. Misal üçün, burada metamorfikləri yaza bilərik əslində. Qranit maqmatik mənşəlidir. Çevrilirdi qneysə metamorfizm nəticəsində. Bunu buradan çıxdaş eləyə bildik. Misal üçün, gil maqmatik deyil, çökmə mənşəlidir. Sonra təbaşirdir, qum daşıdır. Bunlar maqmatik deyil. Sonra bazalt da çökmə mənşəli deyil, maqmatik mənşəlidir. Ona görə də B variantımız doğru olur. Əhəng daşı çökmə mənşəlidir. Bazalt maqmatik mənşəlidir. Mərmər də metamorfik mənşəlidir. Metamorfizm nəticəsində əhəng daşı çevrilirdi mərmərə. 9-cu suala baxırıq. 9-cu sualda deyilir ki, müvafiq olaraq qırıntı, kimyəvi, üzvü mənşəli suxurları müəyyən edin. Qırıntı, kimyəvi və üzvü. Bunlar çökmə suxurların növləri idi. Üzvü və qeyri-üzvü olaraq bölünürdü. Qeyri-üzvü, qırıntı və kimyəviyə bölünürdü. Birinci üzvünü müəyyən edək, ən rahat odur. Üzvünü müəyyən edəndə görürük ki, daş kömür uyğundur, amma qranit yox. Qranit kimyəvi, qranit isə maqmatikdir. Çökmə suxur deyil. Sonra qum daşı da qum daşı üzvü mənşəli deyil. Qırıntı mənşəlidir. Burada uyğun gələn neft və daş kömürdür. 3 variantımız qaldı yenə də. Kimyəvi mənşəliyə baxırıq həm də 3 variantda. Qranit yenidən maqmatik mənşəli suxurdur. Çökmə mənşəli deyil. Onu da çıxdaş elədik. Deməli, B variantı getmişdi, A variantı getmişdi, bir də Y variantı getmişdi. Qaldı C və D. Sonra kimyəvi mənşəli əhəng daşı və gips qalıb burada. Bunlar öz yerində qalsın. Bunlar ikisi də uyğundur. Sonra qırıntı tipli çökmə suxurlar. Bazalt qırıntı tipli deyil. Bazalt ümumiyyətlə maqmatikdir, yəni çökmə suxur sayılmır. Ona görə də C variantda getdi. Cavabımız qalır D variantı. Bayaq yuxarıda bunları qeyd etmişdim. Yadımıza salaq. Karst prosesləri inkişaf etdiyi suxurlar hansıları idi? Gips idi, əhəng daşı idi, dolomit idi, daş duz idi, təbaşir idi. Misal üçün, almaz və qrafitin heç bir əlaqəsi yoxdur buna. Kvarsitin, qumun heç bir əlaqəsi yoxdur. Bazaltın heç bir əlaqəsi yoxdur. Sonra travertinin heç bir əlaqəsi yoxdur. Mövzuya mərmərin yoxdur. Ən uyğun variantımız 10-cu sualda Y variantıdır. 11-ci suala baxırıq. 11-ci sualda deyir ki, metamorfik suxurların yaranmasına və metamorfik suxurlar yüksək temperatur və təzyiq altında suxurların dəyişməsidir. Dəyişməsi nəticəsində yaranır. Metamorfizm ümumiyyətlə çevrilmə deməkdir. Bu çevrilməyə səbəb olan temperatur və təzyiq yer qabığının bir qədər aşağı hissələrində baş verir. Bunlar hansıları idi? Misal üçün, qranit qneysə çevrilirdi, gil şistə, qum daşı kvarsitə, qrafit almaza və s. və axır. Yəni, ən çox bilinənlər bunlardır. Cavabımız olur Y variantı. 12-ci sualda soruşulur ki, kimyəvi çökmə suxurları əmələ gəlirlər. Kimyəvi çökmə suxurlar suda həll olan maddələrin çökməsindən əsasən əmələ gəlirlər. Bu biliklər sırf konseptual biliklərdir. Bunlar əzbər bilinməsi gərəkən şeylərdir. Odur ki, bu cür keçirəm üstündən. 13-cü sualda deyilir ki, qədim dağlıq ərazilərdə zəngin fels faydalı qazan tehditatlarının olmaları əlaqədardır. A variantına deyir ki, daha qalın çökmə suxurla örtülü olması ilə. Daha qalın çökmə suxurla örtülü olmasının heç bir əlaqəsi yoxdur. Yəni, bu deyilənin. Sonra B-də deyir ki, müasir vulkanizm proseslərinin intensivliyi. Qədim dağlıq ərazidə müasir vulkanizm necə baş verə bilər? Yəni, məntiqlə düşünsək. Bunlar bu cür yox. Sonra C-də akkumulyasiya proseslərinin üstünlüyü təşkil etməsi. Akkumulyasiya çay vasitəsilə suxurların çökdürülməsidir. Bunun fels faydalı qazıntılarının heç bir əlaqəsi yoxdur.
D variantında deyilir ki, aşınma nəticəsində kristallik maqmatik suxurların yer səthindən çıxması ilə. Bu əlaqəlidir. Bu da doğru variantdır. Yeni tektonik təsirə daha çox məruz qalması qədim dağlıq ərazilərdə yeni tektonik proseslər o qədər də müşahidə edilmir. Ümumiyyətlə, daha doğrusu müşahidə edilmir. Davam edirik. 14-cü sual. 14-cü sualda deyilir ki, sxemə əsasən rəqəmlərə uyğun gələn suxur növlərini müəyyən edin. Bu daha çox platforma ərazilərində olur. 2 çox vaxt olur çökmə suxur, bir də ki ana suxur olur. Görək hansı daha uyğun gəlir. Deməli, birdə yazıb çökmə və intrusiv. Çökmə suxur aşağı qatda yox, yuxarı qatda olur. Ona görə A variantı uyğun gəlmir. B variantı deyir ki, maqmatik və əhəngdaşı. Əhəngdaşı çökmə suxurdur. Odur ki, burada olmayacaq. Daha yuxarıda olmalıdır. Həmçinin 2-yə deyir ki, intruziv və su keçirməyən. İntruziv deyirsə, yəni yerin daxilində qalıb soyuyan həmin o maqmatik suxurlardırsa, yuxarıda nə işi var onun? Bu da uyğun gəlmir. Sonra C variantına baxırıq. Çökmə və maqmatik. Çökmə suxurları yenə dedik ki, biraz daha yuxarı təbəqələrdə var olur. Sonra D-də maqmatik və metamorfik. Dedik axı, metamorfik yüksək təzyiq və yüksək temperaturda olmalıdır. Maqmatikdə çökmə qatdan daha aşağıda olur. Hələ ki, bu variant uyğun gəlir. İkinciyə baxırıq, 2-də çökmə suxuru kimi qeyd olunub. Cavabımız burada D variantıdır. Maraq xatirinə Y variantına baxaq. Su keçirməyən və üzü mənşəli çökmə. Yenə də dedik ki, çökmə mənşəli suxurlar bir qədər daha yuxarıda olur. 2-yə uyğun gəlir. İkinci isə maqmatik və metamorfik. Yüksək təzyiq və temperatur üçün heç bir şərait yoxdur burada. Yəni metamorfik ola bilməz heç cür. Maqmatikdə yalnız və yalnız effuziv ola bilər həmin ərazilərdə. Davam edək. On 15-ci sualda sxemdə suxur laylarının hansı yatın forması göstərilmişdir deyə bir sual var. Fikir verir ki, sanki xalçanın bir ucundan tutub onu silkələmişik və bu cür dalğalanmalar baş verib. Həm də burada ərazi elastikliyini itirməyib. Bu ərazilərdəki qalxmalar, bu hissələr, semmobillər, bu qalxma hissəsi adlanır. Antiklinal. Anti sözündən yada saxlayaq bunu. Antiklinal. Bu ərazilərdəki çökmələr isə hansı ki bu hissəyə uyğun gəlir. Bu da adlanır. Sinklinal. Qısa yazsın biraz. Cavabımız B variantıdır. Bu ərazinin hors və ya graben olmağı üçün bu cür elastik yox, necə deyim, elastikliyini artıq itirmiş olması lazımdır. Tamamilə qırılma şəklində qalxıb enməsi lazımdır. 15-ci sualın cavabı B variantıdır. Qalxmalar antiklinal, enmələr isə adlanırdı sinklinal. Buradakı enmə bir daha yaxşı yaza bilərik bu hissəni. Bu hissəyə uyğun gəlir, yəni məlum olsun deyə. Sonra 16-cı sualda deyir ki, maqmatik mənşəlidir. Ümumiyyətlə, yer səthindəki suxurların 75% maqmatik mənşəlidir. Bunu bilməkdə fayda var. Həmçinin fez faydalı qazıntıların çoxu da maqmatik mənşəlidir. Burada çökmə suxurları çıxdaş etsək, bir də metamorfikləri çıxdaş etsək, maqmatiklər bizim üçün qalacaq. Misal üçün, A variantında dəmir, mis, nikel. Cavab ilə burada 16-da A variantıdır. Digər variantlarda hər ehtimal qarşı baxaq. Qranit maqmatik mənşəlidir. Gil, amma çökmədir. Manqan da maqmatik mənşəlidir. C-də qum çökmədir. Kvarsit metamorfikdir. Qum daşı kvarsit çevrilirdi. Bazalt da maqmatikdir. Qumun üstündən çəkdiyim xətdir. D-də əhəngdaşı çökmədir. Təbaşi çökmədir. Gips də çökmədir.
Qnes metamorfikdir, dəmir maqmatikdir, mərmərdəki metamorfikdir. Cavabımız A variantı. 17-ci sual. Litosferə əmələ gətirən təbəqələr. Litosfer, litos daş, litodaş sfera təbəqə deməkdir. Yəni yerin torpaq qatı və yaxud da torpaq təbəqəsi deməkdir bir növ. Nüvə yerin daxilində yerləşir. Yəni bu heç cür əmələ gətirməz. Litosferin qalınlığı da o qədər də dərində, o qədər də qalın deyil yəni. 4 olan variantlarda çıxış edək. Sonra aşağı mantiyada adından məlumdur ki, nüvəyə daha yaxındır. Yəni bu da olmayacaq. 2 və 4-ü çıxış etdik. Cavabımız qaldı D. Yer qabığı və üst mantiya litosferi təşkil edir. Cavabımız D variantı oldu. 18-ci suala gəldik. 18-ci sualda bir xırdalıq var. Yerin nüvəsində hansı elementlər üstünlüyü təşkil edir? Yer qabığında silisyumdur, kalsiyumdur, maqneziumdur. Bunlar üstünlüyü təşkil edir. Amma yerin daxilinə doğru getdikcə daha ağır metallar üstünlüyü təşkil etməyə başlayır. Bu ağır metallar da dəmirdir, sonra nikeldir və urandır. Cavabımız da D variantıdır burada. Dediyimiz kimi silisyumdur, kalsiyumdur, maqneziumdur. Bunlar daha çox yerin üst qatında, yer qabığında üstünlüyü təşkil edirlər. Keçirik 19-cu suala. Faydalı qazıntıların verildiyi sıranı müəyyən edin. Buradan çökmə suları, daha sonra faydalı qazıntı olmayan suları çıxacaq. A variantdan baxırıq. Dəmir, daş, duz, yanan şist. Daş, duz burada uyğun deyil. Sonra B variantında. Bizdən üzr istəyirəm. Filiz faydalı qazıntıların olduğu sıranı müəyyən etməyimizi istəyir. Filiz faydalı qazıntılarda metal tipli, yəni maqmatik tipli, maqmatik mənşəli faydalı qazıntılardır. Onları çıxış edək. Deməli, yenə də daş duz uyğun deyil. Həmçinin yanan şistdə. Dəmir bircə uyğundur burada. B variantına baxıram. B variantında əhəng daşı uyğun deyil. Qalay uyğundur, amma gips də yox. Filiz faydalı qazıntı deyil. B variantı belə getdi. C-də dəmir uyğundur, mis uyğundur, polimetal da uyğundur. Polimetalda bir neçə metal qarışığı olur filizin tərkibində. Düzgün cavab C variantıdır. D-yə baxaq. Polimetal yenə uyğundur. Gips uyğun deyil, neft uyğun deyil. Cavabımız getdi. Uyğun deyil. Sonra Y variantı. Y variantda mis uyğundur. Xörək tuzu yox, təbii qaz yox. Cavabımız oldu C variantı. 20-ci sualda deyir ki, yanlış bəndi müəyyən edin. Faydalı qazıntılar verilib. Yanvar mənşəli faydalı qazıntılar, bir də ki, filiz mənşəli faydalı qazıntılar. Birinciyə yanara uyğun olaraq verilibdir. Daş kömür. Daş kömür düzgündür, yanlış deyil. Düzgün verilib yəni burada. İkinciyə baxıram. Əhəng daşı. Əhəng daşı uyğun deyil. Yəni yanlışdır. Burada cavab kimi də əhəng daşı olacaq. Ora gələnə kimi digərlərinə baxaq. Deməli, 3-ə yazılıb torf. Torf da uyğundur. Bizdən yanlış istəyir, yəni deyirəm. Sonra filiz. Filizə boksit uyğundur. Alüminium filizi boksit adlanır. Yəni tərkibi zəngin olan alüminium filizi boksit adlanır. Nefelin və alunit kimi alüminium filizləri də mövcuddur. Sonra 5-ciyə baxırıq. Dəmir. Dəmir də filiz faydalı qazıntıdır. Cavabımız oldu D variantı.
21-ci suala baxırıq. 21-ci sualda deyir ki, sxemə əsasən suxuların yatım ardıcılığına görə nisbi yaşının azalan sırasını müəyyən edin. Nisbi yaşda bir məsələ vardır ki, ən yuxarıdakı suxur ən cavan suxurdur. Ən cavan. Ən cavan. Yerdə yoxdur yazmağa. Yox. Ondan aşağıya doğru getdikcə suxurların yaşı artırdı. Bizdə nisbi yaşın azalan sırasını, yəni qocadan cavana doğru getməyimizi istəyir. Qocadan cavana doğru. Nisbi yaş azalsın. Nisbi yaş ancaq olan kvarsetdir. Baxıram ki, variant uyğun gəlir. Sonra gəlir qranit. Yəni də üçüncü gəlməlidir gil. Dördüncü də ən sonuncu qum. Cavab Y variantı. C-də də sonunda bu ikisinin yeri fərqli olmalıydı. Keçirik növbəti suala. 22-ci sualda deyir ki, uyğun bəndi müəyyən edin. Burada metamorfizm prosesi, yəni suxurların metamorfizləşdikdən sonra hansı suxura çevrilməyindən bəhs olunurdu. Gil çevrilirdi, geliş istə. Qneys qranitin çevrilməsindən yaranırdı. İkinciyə uyğun olmalıdır qranit, geliş ist, sonra qranit. Əhəngdaşı da çevrilirdi mərmərə. Cavabımız burada D variantıdır. Bunu sırf öyrənmək lazımdır, əzbərləmək lazımdır. Sonra 23-cü sual. Sorularla bağlı uyğunluğu müəyyən edin. Kimyəvi, qırıntı və üzvi. Bunlar çökmə suxurların növləridir. Kimyəvi suxurlar suda həll olma nəticəsində çökdürülərək yaranırdı. Buna uyğun olacaqdır. Baxaq. Bir də qumdur, qum uyğun deyil. 2 də gipsdir. 2-də gips uyğundur. Bir də 3-də daş duz. Bu da uyğundur. Suxurların suda çökdürülməsi nəticəsində yaranırdı. 1-ə 2, 3. Əslində cavabı tapmışıq. Birini tapmaqla, amma digərlərinə baxaq. Sonra gəlir qırıntı. Qırıntıya aiddir qum, bir də çınqıl. Sonra üzviyə. Üzviyə də yananlar aiddir. Torf, bir də daş kömür. Cavabımız B variantı. 24 nömrə tapşırığa baxırıq. Deyir ki, effuziv mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. İntruziv mənşəli maqmatik suxurlar yerin daxilində çölə çıxmadan soyuma nəticəsində yaranırdı. Yer səthinə çatmamış. Amma effuziv artıq yer səthindən çölə çıxırdı. A variantında deyir ki, maqmanın yer səthinə çatmamış soyuması. Bu intruzivdir. B-də zəlzələ baş verən zaman suxurların parçalanması. Bu da deyil. C-də deyir ki, tektonik qalxma və emmə. Bu da uyğun deyil. D-də deyir ki, sürətli fiziki aşınmanın baş verməsi. Bu da uyğun deyil. Dediyimizə ən uyğun Y variantıdır. Vulkan püskürməsi zamanı lavanın səthə çıxması. Sonra 25-ci suala baxırıq. 25-ci sualda deyilir ki, suxurların mütləq yaşı necə təyin edilir? Suxurların mütləq yaşı onun tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə təyin edilirdi. Məsəl üçün, A-da yazılıb ki, yatma ardıcıllığına və daşlaşmış bitki heyvan qalıqlarına. Yatım ardıcıllığı nisbi yaşdır. Sonra cavabı demişəm, əslində B variantıdır. Radioaktiv elementlərin parçalanma müddətinə görə. Digər variantlarda baxaq ehtimala qarşı. Suxurun tərkibində olan vulkan maddəsinin tərkibinə görə bunun nə əlaqəsi var yaşla? Sonra D-yə baxırıq. Maqmatik və metamorfik suxurların nisbətinə və kristallaşmasına görə. Bunda elə bir əlaqəsi yoxdur. Y-də deyir ki, uran və qurğuşun atomlarının nisbətinə görə. Nisbətinə görə yox, sadəcə parçalanmasına görə olmalıdır bu. 26-da Cənubi Afrikanın daha doğrusu filiz mənşəli faydalı qazıntılar ilə zəngin olmasının səbəbi. Bir ərazi filiz mənşəli faydalı qazıntılarla zəngindirsə, bu ərazidə maqmatik suxurlar üstünlük təşkil edir. Misal üçün, Azərbaycanda Kiçik Qafqaz filiz faydalı qazıntılarla zəngindir. Burada maqmatik suxurlar üstünlük təşkil edir. Qarabağ vulkanik yayılası bu ərazidə yerləşir. Qarabağ vulkanik yayılasında maqmatik suxurlar zəngindir, yəni bu ərazi.
Bundan bunu əlaqələndirsək, məsəl üçün Cənubi Afrikada da maqmatik sular üstünlüyü təşkil edir. Biraz Azərbaycandan danışdıq düzü. Cənubi Afrikanın bağlı sualdır. 27-yə keçək. Şimali Afrikanın neft, qaz və fosforit yataqları ilə zəngin olmasının səbəbi istənilir bizdən. Neftdir, qazdır, fosforitdir. Bunlar hamısı çökmə suxurlardır. Zaten. Yəni, çökmə suxurlar üstünü təşkil edir deyə burada da bu yataqlar çoxdur. Misal üçün, B-də deyir ki, qədim dağları mövcuddur. Şimali Afrikada qədim dağlar mövcud deyil. Hələ qərbində Atlas dağları yerləşir, o da cavandır. Misal üçün, C-də deyir ki, metamorfik suxurların üstünü təşkil etməsi. Bu da elə bir şey yoxdur burada. Cavan dağların mövcudluğunun yataqların artımına elə bir kömək dəymir. Sonra kristallik suxurların səthə çıxması. Belə bir şey olsaydı, kristallik suxurlar səthə çıxsaydı, o zaman filiz faydalı qazıntılar çox olardı. Cavabımız elə A variantıdır. Göstərilmiş məntəqələrin hansılarında fiziki aşınma daha zəif müşahidə olunur? Fiziki aşınma daha çox səhralıq ərazilərdə, tropik iqlimin hakim olduğu ərazilərdə müşahidə olunur. Bu ərazilərə, daha doğrusu deyək, səhralıq ərazilərdə çox müşahidə olunur. Bu daha doğru olardı. Misal üçün, bu ərazilərə baxdıqda, bir nömrəli ərazidə Qızılqum, Qaraqum səhrası yerləşir. 3-də Böyük səhra yerləşir. 2-də Avstraliyadakı səhralardır. Mərkəz hissələrdə yerləşirlər. Cavabımız burada olur. 1, 2. Üzr istəyirəm. Burada biz bunları qeyd edərək fiziki aşınmanın daha güclü müşahidə olunduğu əraziləri müəyyən etdik. O zaman bunların üstünə bir xətt çəksək, digər ərazilər qalır bizə. 4, 5 və 6. Cavabımız da olur B variantı. Fiziki aşınma daha güclü oldu. Bunu bir dəfə də yazın. Başdan bu suala baxaq. Deməli, fiziki aşınma bizdən istənir ki, daha zəif müşahidə olsun. Daha güclü hansı ərazilərdə oldu? 1-də müşahidə olundu, 3-də müşahidə olundu və 2-də müşahidə olundu. Deməli, haralarda daha zəif oldu? 4, 5 və 6. Məsəl üçün, 4-də ekvatorial iqlim hakimdir. Burada subekvatorial iqlimdir. Burada da ekvatorial iqlim hakimdir. Odur ki, cavabımız olur. 4, 5 və 6. B variantı. Sonra 29-cu suala baxırıq. 29-cu sualda deyilir ki, göstərilmiş məntəqələrin hansında intensiv fiziki aşınma müşahidə olunur. Burada artıq səhralıq əraziləri qeyd etməliyik. Yenə bir də həmin o Qaraqum, Qızılqum, sonra Avstraliyadakı səhralar, 3-dəki Böyük səhra. Cavabımız elə A variantıdır. Digər ərazilərdə dediyimiz kimi artıq burada fiziki aşınma yox, kimyəvi aşınma və üzvü aşınma daha çox rol oynayır. Sonra gəlirik 30-cu suala. Cədvələ əsasən suxurların mənşələrinə görə düzgün verilmədiyi sıranı müəyyən etməyimizi istəyir. Cədvələ baxdıqda görürük ki, qırıntı çökmə suxurları istəyir birincidə. Çay daşdır, qumdur, çınqıldır. Bunlar tamamilə doğrudur. Burada heç bir problem yoxdur. Kimyəvi çökmə. Kimyəvi çökmə suda çöktürülmə nəticəsində yaranırdı. Deməli, gipsdir, xörək duzudur, dolomitdir. Bu da tamamilə doğrudur. Üçüncüyə baxırıq. Üzvü çökmə. Üzvü çökmə necə idi? Yanan materiallardır, torf, çökmə suxurlarıdır. Təbii qaz. Bunlar da doğrudur. 4-ə baxırıq. Metamorfik. Qumdaşı kvartsitə çevirirdi. Qranit qına isə qrafit də almaza çevirirdi. Bu da doğrudur. Qalır bizə 5. İntruziv maqmatik. Qranit intruzivdir. Bu doğrudur. Pemza isə yer səthindən çıxandan sonra yaranırdı. Odur ki, Pemza burada cavabı körlüyür və bizə də lazımdır ki, düzgün olmayanı tapaq. Cavabımız oldu B variantı. 31-ci suala baxırıq. Sualda deyilir ki, düzgün verilmiş səbəb nəticə əlaqələrini müəyyən edin. Birinci səbəb yazılıb, sonra da nəticə. Baxırıq. Yerin daxilində radioaktiv elementlər parçalanır.
Bunun nəticəsində yüksək temperatur şəraiti yaranır. Bu tamamilə doğru. Səbəb nəticə əlaqəsidir. Radioaktiv elementlər parçalandıqda istilik yaranır, yəni temperatur artır. İkinciyə baxırıq. İkinci deyir ki, yüksək temperatur nəticəsində qum daşı əriyir. Nəticədə mərmərə çevrilir. Qum daşı yox, əhəng daşı da əriyərək yox, təzyiq şəraitində mərmərə çevrilir. Qum daşı ümumiyyətlə səhvdir. Üçüncüyə baxırıq. Astenosfer üzərində maddələrin yerdəyişməsi baş verir. Doğrudur. Maddələr yer dəyişir. Litosfer havaların hərəkətinə səbəb olur. Bu da doğrudur. Dördüncüyə baxırıq. Qranit qat formalaşmışdır. Formalaşmamışdır, üzr istəyirəm. Qranit qat formalaşmayıb harda? Okeanda. Okean yer qabığı daha nazik olur buna görə. Bu da doğrudur. Beşinciyə baxırıq indi. Yer qabı və üst maddiyə birləşir. Yer qabı və üst maddiyə birləşəndə litosfer yaradırdı. Görə daha hərəkətli atmosfer qatını yaradır. Bu yanlışdır. Sonra baxırıq 6-ya. Deyir ki, arxev və proterozoy eralarında canlı orqanizmlər aşkarlanmamışdır. Bu doğrudur. Nəticələr deyir ki, fanerozoy eonuna aiddir. Fanerozoy yox, kriptozoy eonuna aiddir. Cavabımız oldu 1, 3 və 4. 1, 3 və 4. 32-yə baxırıq. 32-də birincidə deyir ki, Mezozoy erası Paleozoydan cavan olsa da davam etmə müddəti daha çox olmuşdur. Mezozoyun davam etmə müddəti təxminən 170 milyon il olmalıdır. Paleozoy isə hardasa 370, 345 belə bir şey olmalıdır. Yəni bu yanlış fikirdir, doğru deyil. İkinciyə baxırıq. İlk neft yataqları proterozoyda yaranmış. Yox, ilk neft yataqları mezozoyda yaranmışdır. Üçüncüyə baxırıq indi. Böyük xinqan və Kap dağları Paleozoy erasında yaranmışdır. Bu doğrudur. Böyük xinqan və Kap dağları Paleozoy erasında yaranıb. Sonra 4-ə baxırıq. Şərqi Afrika yaylası fəal seysmikliyi ilə seçilir. Bu da doğrudur. Şərqi Afrika sonradan özü fəallaşmışdır. Sonra 5-ciyə baxırıq. Cavan platformalar Kaynozoy erasında yaranmışdır. Xeyr, cavan platformalar Paleozoy erasında yaranmışdır. 5 səhvdir. Avstraliya platformasının əriymə zonalarında kristallik bünövrə çox dərin yerləşir. Bu doğrudur. Cavabımız olur 3, 4 və 6. Sonra gəlirik 33-cü suala. 33-cü sualda deyilir ki, cədvələ əsasən uyğun sıraları müəyyən edin. Birincidə doğrudursa verilən fikir qarşısında doğru yazılmalıdır, yanlışsa yanlış yazılmalıdır. Salk-Yukan davasının subduksiya zonaları zəlzələlərin tez-tez baş verməsi və vulkanların fəallığı ilə fərqlənir. Bu doğrudur. Ona görə də bunu bu cür dairə edək. İkinciyə baxırıq. Platformalar daxili quruluşuna görə 2 qatdan ibarətdir. Bu doğrudur əslində. Bu da yanlış verilib. Daxili quruluşuna görə çökmə qatdan, bir də kristallik bünövrədən ibarətdir. Sonra 3-cü gəldik. Böyük su ayrıcı dağları geoloji yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Böyük su ayrıcı dağları bəli, daha cavandır. Böyük su ayrıcı Paleozoyda yaranıb. Şərqi Avropa isə daha qədim tarix Kritozoy eonunda yaranıb. Bu doğru olmalıdır. Yanlış verilib. Ona görə 3 də yanlışdır. 4-cüyə baxırıq. Şimali Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadadır. Bəli, bu doğrudur. Deməli, Şimali Amerika qərbə, Avrasiya şərqə doğru hərəkət edir və diversiya zonası yaranır onların arasında. İslandiya adasıdır, Azor adasıdır və s. bunun nəticəsində yaranır. 5-ci sual. Vulkanik lava sıyıq olduqda o ətraf əraziyə yayılır, yamacları örtür, çökəkliklərə doğur, sıyıq şəklində olduqda. Bu da doğrudur. Elə doğru da verilib. 5-də doğru götürdük. 6-ya baxırıq. Şimali və Cənubi Amerika litosfer havaları qərb istiqamətində hərəkət edir. Bu doğrudan və yanlış verilib.
Ona görə 6-cı da yanlış oldu. Cavabımız olur 1, 4 və 5. 1, 4 və 5. Sonra 34-cü sual. Bitiririk az qalıb. Deməli, geotermik pillərin kiçik olduğu ərazilər. Hansı ərazilər ki, ümumiyyətlə geotermik pillə nə idi? 1 dərəcə temperatur yerin daxilinə doğru getdikcə, aşağı getdikcə 1 dərəcə temperatur artması üçün lazım olan dərinlik. Bu ümumi orta kimi 33 metr götürülüb. Geotermik pillə kiçik olduğu ərazilərdə seysmiklik çoxdur. Necə deyim, geosignal proseslər orada davam edir. Geosignal ərazilərə uyğundur, yəni. Platforma ərazilərdə isə bu baş vermir. Yəni geotermik pillənin böyük olduğu ərazilər o cəhətdə ona görə olacaq platformaya uyğun gələn ərazilər. Platformaya uyğun gələn ərazilərdə, misal üçün, burada 2-ni tapsaq, bir də taparıq. 2-yə uyğun gələn. Plato balığı platforma ərazisinə uyğun gəlir. Bir də orta spirdə də platformaya uyğun gəlir. Digərlərində hər ehtimala qarşı baxaq. Misal üçün, 1. B variantı. Meksika yaylası. Geosignal əraziyə uyğundur. Yəni, seysmik proseslər davam edir burada. Sonra İran yaylası. Burada da seysmik proseslər davam edir. Deməli, bu pillə 33 metr olmayacaq, olacaq nə bilim 5 metr, 10 metr, 20 metr və s. və ilaxır. Sonra BC, E variantına baxaq, Hindukuş dağları. Hindukuş dağlarında da fəal seysmik proseslər gedir. Amma geotermik pillənin böyük olduğu ərazilərdə bu 30 metrdən çox ola bilər. O bilər 40 metrdir, 35 metrdir və s. və ilaxır. 35-ci suala baxırıq. Burada deyir ki, uyğunluğu müəyyən edin. Kimyəvi çökmə suxuları hansıları uyğunluğu tapmalıyıq? Efuziv maqmatik suxulara, bir də metamorfik suxulara. Bir-bir yazsaq, bunların hamısını bir-bir qeyd edək. 1, 2 və 3. Misal üçün, A variantında yazılıb qranit və qneys. Qranit maqmatikdir. İntruziv maqmatikdir amma. Qneys isə metamorfikdir. İntruziv maqmatik olduğu üçün heç birinə uyğun gəlməz. Ümumiyyətlə, bunun üstünə xətt çəkək getsin. İşimizi rahatladıq. Bizə efuziv maqmatik suxu lazımdır. Qneys də metamorfikdir, yəni uyğun gəlməyəcək. B-yə baxırıq. Xörək duzu və gips. Xörək duzu və gips kimyəvi çökmə suxulara aiddir. 1-ə B. 2-yə baxırıq. Bazalt və vulkan şisti. Bazalt və vulkan şisti efuziv maqmatik suxulardır. Yəni, vulkan boğazından, magma vulkan boğazından çölə çıxdıqdan sonra yaranır. 2-C. 3-ə baxırıq. Bu ikisi getdi, deməli. 3-ə baxırıq. Daha sonra D-yə. Almaz və qneys. Almaz və qneys metamorfik suxulardır. Sonra kvarsit və mərmər. Kvarsit və mərmər də metamorfik suxulardır. Qrafit almaza çevrilirdi, qranit qneysə çevrilirdi, qum daşı kvarsitə çevrilirdi, əhəng daşı da mərmərə çevrilirdi.